Deməli, mən burada vaxtlıca bildiyiniz kimi King Education Company MMC-nin baş nəzdi Education platformunun təsisçi rəhbəriyəm. Həmçinin King Education Company MMC-nin icraçı direktoruyam. Bir çox könüllü fəaliyyətlərim olub. Əsasən asan könüllüsü olmuşam. Özümün marketoloq fəaliyyəti var. Biznesin idarə olunması üzrə kurs keçirəm, təlimçiliyi bacarıram və burada da digər fəaliyyətlərim yazılıb, tanış ola bilərsiniz. Deməli, ilk olaraq buradakı sualla tanış ola bilərsiniz. Ümumilikdə burada uğurlu müəllim əsasən kiçik qısa fraqmentlər yazmışam. Və uğurlu müəllim kimdir və necə olmalıdır? Bu haqda danışacağam. Səsim hamıda zəif gəlir, yoxsa Xeyr, aydın yaxşı gəlir? gəlir. Xeyr, müəllim, yaxşıdır. Aha, tamam. O zaman davam edək. Deməli, sizə uğurlu müəllimdən danışarkən əvvəla bir araşdırmanı bölüşmək istəyirəm ki, Azərbaycanda ilk olaraq 2023-cü ildə şagirdlər, valideynlər arasında bir sorğu keçirilmişdi. 68% müəllimlərin texnologiyadan daha çox istifadə etməklərini arzuladıqlarını bildirmişdilər. Onlar dərsləri maraqlı, interaktiv şəkildə və rəqəmsal alətlərdən istifadə edərək keçirilməsini vacib hesab etmişdilər. Valideynlərin 72% isə müəllimlərin həm ənənəvi tədris metodlarını, həm müasir yanaşmaları birləşdirə biləcək malik bacarıqları istifadə etmələrini daha vacib hesab etmişdilər. Müasir müəllimlər isə şagirdlərin həm də daha yaxşı irəli sürməsi üçün bilməli olduğu bacarıqlardan biri də kommunikasiya bacarıqlarıdır. Həmin bu soruda iştirak edənlərin 75%, şagirdlərin 75%, müəllimlərin daha anlayışlı və dinləyici olmasını istəyirlər. Onlar müəllimlərin yalnız tədris metodları, materiallarla keçməsini yox, həmçinin eyni zamanda şagirdlərin problemlərini başa düşməyi və çalışmasını vacib sayırlar. Valideynlərin də 67% müəllimlərin emosional zəka, liderlik bacarıqlarına sahib olmasına əhəmiyyətli olduğunu vurğulayıblar. Onların fikrincə müəllimlər yalnız dərs keçən deyil, həm də şagirdlərə nümunə olan şəxsiyyətlərdir. Bu isə müəllimin özünü daimi inkişaf etdirməsi, müasir metodlardan istifadə etməsi, həmin müasir dövrün tələblərinə uyğunlaşmasını bildirir. Müəllim hər zaman öz üzərində daimi inkişaf etməlidir. İndi inşallah emosional zəka və liderlik bacarıqları hissəsinə keçəndə bunlardan daha geniş danışacağıq. Müəllimlərin kreativ olması da müasir dövrün əsas tələblərindən biridir. Xüsusilə 15-17 yaş aralığında olan şagirdlərlə işləyərkən araşdırmalara əsasən monoton dərslərin öyrənmə prosesinin çətinliyini bildirib ki, bu uşaqlar müəllimlər dərs zamanı müzakirələrdən, qrup işlərindən, oyunlardan istifadə etməklə dərsi daha maraqlı və cəlb edici etməlidir. Və bu sorğular göstərir ki, müəllim daim öz üzərində işləməlidir, peşəkar inkişafını daim davamlı şəkildə çalışmalıdır peşəkar inkişafı üzərində. Valideynlərin 80%-i müəllimlərin müntəzəm olaraq yeni təlimlərdə, ixtisasartırma proqramlarında iştirak etməsini istəyirlər. Və valideynlərin 65%-i həmçinin müəllimlərin dürüstlük, hörmət və əməksəgəmərlik kimi dəyərlərin aşılmasında vacibliyini bildiriblər. Onlar çünki istəmirlər ki, şagirdlərə təkcə biliklər ötürsünlər, həmçinin onların şəxsiyyət kimi formalaşmasının inkişafına töhfə verməsini istəyirlər. Müasir müəllimin profilini ümumiləşdirsək, o texnologiya ilə dost olan, emosional zəkası yüksək, kreativ ünsiyyətçi şəxsdir. O həm ənənəvi metodu birləşdirir, həm də müasir metodları birləşdirir və şagirdlərin ehtiyaclarını nəzərə alır. Müəllim də daim öz üzərində işləməlidir ki, şagirdləri gələcəyə çağırışa hazırlasın. Nəticə olaraq da müasir müəllim həm cəmiyyətdə, həm də qlobal prosesdə tələblərə uyğun olaraq dərs tədris etməkdir. Birinci olaraq gəlin danışaq ki, uğurlu müəllim kimdir? Burada qısaca əslində mən yazmışam, lakin daha böyük izahına baxaq. İlk olaraq uğurlu müəllim odur ki, ruhən və bütövlüklə daxilindən gələn bir müəllimlik istedadı var bu şəxsdə.
sənəddə. Müəllim həm istedad, həm də daxildən gələn sənədlərin bir istedadı kimi bir hiss olmalıdır. İnsan o sənətin içində olduğunu, o sənəti sevdiyini, bu sənətə sevgi ilə yanaşdığını hiss edən daxilən bir hissi olmalıdır. O sənətin sahibi olmasından həzz almalıdır. Bu hissi yaşamalıdır yəni. Yaxşı müəllim əslində tam olaraq bilməlidir. Ümumiyyətlə, yaxşı müəllim olmağın sirlərindən biri də ondan ibarətdir ki, müəllim birmənalı olaraq öz ixtisasını bilməlidir. O daim öz üzərində çalışmalı, yeni peşələrin sizini sevməklə bərabər ali təhsil müəssisəsində oxuduğu dövrdə yiyələndiyi bilikləri həm öz indi hal-hazırda keçdiyi işində tətbiq etməlidir. Onlarla kifayətlənməyib daim öz üzərində işləməlidir. Yəni, siz müəllimsinizsə, öz aldığınız ali təhsili təkcə gedib uşaqlara ötürməli deyilsiniz. Siz hər zaman bunu özünüzə inkişaf etdirərək, tutaq ki, sizə materiallar üzərindən dərs keçiblərsə, siz bunu müzakirəli, qrup şəklində də uşaqlara çatdıra bilərsiniz. Tutaq ki, siz məsələn gedirsiniz sabah dərs keçməyə, sinifdə uşaqların qarşısında olacaqsınız. Bəzi müəllimlər var ki, düşünürlər ki, mən artıq neçə illərdir ki, bu dərsi tədris edirəm. Sabah da eyni zamanda gedib digər uşaqlara da eyni şəkildə tədris edə bilər. Amma müasir dövrdə zaman dayanmadan dəyişir bildiyiniz kimi. Hər şey yeniləşir, texnologiyalar çıxır, artıq süni intellekt gördüyünüz kimi çıxır və tədris metodlardır, materiallardır, artıq bizim keçdiyimiz dərslərin yaş qruplarının üzrə maraqları, cəlbediciliyi dəyişir. Ona görə də biz dərsə hər gün eyni şəkildə, eyni müzakirə ilə, eyni baxış tərzi ilə, eyni baxış bucağı ilə, eyni yanaşma ilə keçə bilmərik. Çünki bizim qarşımızda olan şagirdlər, yaş qrupları üzrə uşaqlar artıq maraqlarını, öz cəlbediciliklərini dəyişirlər. Ona görə də siz əgər ötən illərdə bu dərsi tədris etmişsinizsə, düşünməməlisiniz ki, mən bu dərsi bugün sabah da gedib eyni şəkildə tədris edə bilərəm. Artıq bu dərsdə professionallaşacağam. Xeyr, bu belə deyil. Siz əgər sabah keçəcəyiniz hər hansı bir mövzu götürsək, hər hansı bir mövzunu tədris edəcəksinizsə, onun üçün bir gün öncədən siz hazırlanmalısınız. Materialdır, şəkilli slaydlardır, müzakirələrdir, qrup işləridir, oyun kartlardır və s. bunları tətbiq etməlisiniz. Dərsi maraqlı və daha özünə məxsus cəlbediciliyə artırmalısınız. Şablon dərslərdən də həmçinin qaçmalısınız, çünki müasir dövrdə artıq şablon dərslərdən uşaqlar yayınırlar. Və mən də hesab edirəm ki, dərs elə qurulmalıdır ki, şagird bilik qazanma həvəsini daha da formalaşdırsın. Suallar da elə qoyulmalıdır ki, uşaqlar o suallar üzərində düşünsün, öz məntiqlərini, öz potensiallarını kəşf etsinlər. Konkret olaraq bir mövzu tədris olunursa, o elə qurulmalıdır ki, dərslə bağlı yeniliklər müəllimdə öz inkişafı ilə bağlı yenilikləri uşaqlara da ötürsün, şagirdləri daha da inkişaf etdirsin. Səsim aydın gəlir sizə? Bəli, gəlir. Müəllim, arada qırıq-qırıq gəlir. Siz hər hansı bir hissəni eşitməsəz, təbii ki, mənim danışığımı saxlatdırıb bildirə bilərsiniz. O hissəni təkrar sizin üçün vurğulayarım. İndi davam edirik. Bildiyiniz kimi uğurlu müəllim necə olmalıdırın hissəsindən danışıram. Əsasən də uğurlu müəllim olduqda, məsələn, düşünürlər ki, dediyim kimi, mən bugün keçən il bu dərsi keçmişəm, illər öncə keçmişəm, artıq mən bu dərsi bilirəm, professionalam, sabah da gedib eyni şəkildə bu dərsi keçə bilərəm. Əslində dediyim kimi, bu belə deyil. Biz tətbiq etmək üçün hər gün özümüzü inkişaf elətdirməliyik və hər gün uşaqların qarşısına daha kreativ şəkildə çıxmalıyıq ki, cəlb edici olsun. Və önəmli şərtlərdən, uğurlu müəllimin önəmli şərtlərindən biri də şagirdlərin rəftarına diqqət etməkdir. Bu rəftara düzgün yanaşmaqdır. Çünki biz bugün yetişdirdiyimiz şagird gələcəyin vətəndaşıdır. Və hətta ən yaxşı oxumayan bir şagird belə müəllim onu motivasiya edib, öz potensialını, başqa sahə üzrə olan potensialını, istedadını üzə çıxara bilər. Bu cür nümunələr məncə kifayətdir ki, şagirdin istedadını mütləq şəkildə uğurlu müəllim üzə çıxarmalıdır. Hər bir şagirdin psixoloji xarakterinə uyğun olaraq da onunla işləməlidir.
Müəllim həmçinin onların psixoloji vəziyyətlərinə uyğun olaraq qərarlar qəbul etməlidir. Deməli, müəllim həm pedaqoq olmaqla yanaşı, psixoloq da olmalıdır. Bilirsiniz niyə bunu deyirik? Məsələn, sırf demirik ki, biz gedib psixologiyanın dərinliklərini öyrənməliyik, psixologiyaya nəzər yetirməliyik. Sırf biz öz müəllimliyimiz, pedaqoqluqca, psixologiya üzrə belə deyək də, bacarıqlarımızı inkişaf etdirməliyik. Tutaq ki, biz bir dərsi keçirik, sinif otağına müəllimi, sinif otağına daxil oluruq, biz bir dərsi keçirik. Biz bir dərsi keçiriksə, tutaq ki, sinifdə 30 nəfər şagird var. Biz bu 30 nəfərin bizi nə qədərini diqqətlə dinlədiyini, nə qədərini dərsi başa düşdüyünü, nə qədərinin dərsdə daha laqeyd yanaşdığını və yaxud başqa işlə məşğul olduğunu və yaxud dərsə qulaq asmayıb, yatmağa çalışdığını hamısını görürük və hər birinə fərqli yanaşdıqca bildiririk ki, məsələn, sənin nəsə bugün keyfin yoxdur. Nə olur? Artıq biz şagirddə motivasiya yaratmış oluruq ki, aha, müəllim mənimlə maraqlanır, dərslər üçün deyirəm. Və yaxud da ki, dərsdən yayılan şagirdlərə öz müdaxiləmizi bildiririk. Amma müdaxiləni də kommunikasiya bacarıqlarımızı inkişaf etdirməliyik ki, düzgün şəkildə müdaxilə edək. İndi bunları mən sizə nümunələrlə deyəcəm ki, tam nə demək istədiyim aydın. Sonra müəllim şagirdlərlə eyni zamanda dost olmalıdır. Bunu əslində vurğuladım indi. Şagirdlərin inkişafına nəyə yönümlü olduğunu araşdırmalıdır. Tutaq ki, biri məsələn musiqi ilə maraqlanır, biri rəqslə maraqlanır. Onun üzərindən onları inkişaf etdirmək üçün müxtəlif layihələr həyata keçirə bilərik və yaxud da ki, hər hansı bir tədbirlər araşdırıb tapıb göndərə bilərik, tədbirlərə gedə bilərlər, öz potensiallarını üzə çıxara bilərlər. Çox nümunələr var, amma bunlardan da ətraflı danışmaq istəyərəm. Və münasibətlərimiz şagirdlərlə dost olduqda elə qurulmalıdır ki, qarşılıqlı hörmət hissi unudulmasın. Qruplar şəklində dərslərin təşkil olunması, dərs formatlarının həm sinifə uyğun münasibət qurması, kollektivlə işləmə bacarığının yaradılması, məktəblərdə ən çox çətinlik çəkilən mövzulardan biri də qrup işlərinin qurulmasıdır. Qrup işləri qurularkən dediyimiz kimi, məsələn, qrup rəhbəri qoyuruq, digərləri qrup üzvləri olur və qrup üzvlərindən bəzən laqeyd yanaşanlar olur. Bunlara da indi yanaşma tərzlərindən qısa-qısa şəkildə danışacağıq ki, bunlar da bizə aydın olsun. Həmçinin şagirdlərlə vaxt keçirməyi də bacarmalıyıq. Şagirdlərə eyni zamanda sevgini aşılamalıyıq, bir-birinə, cəmiyyətə, məktəbə olan sevgisini aşılamalıyıq və bunu formalaşdırmalıyıq ki, bu proses tamamlansın. Bu çox vacibdir, çünki şagirdlərlə rəftarda mütləq dediyim kimi qarşılıqlı hörmət olmalıdır. Mütləq şəkildə dərs prosesində əyləncəli olmaq lazımdır. Çünki biz insanların qarşısına çıxsaq və ya auditoriyanın, şagirdlərin təkcə demirəm, auditoriyanın qarşısına çıxsaq, eyni səs tonunda mı danışsaq və yaxud da ki, bədən dilindən istifadə etməsək, artıq insanlar bundan sıxıla bilərlər, deyilmi? Yəni biz belə baxaq da, bədən dilindən istifadə etməliyik, jest və mimikalardan istifadə etməliyik. Səs tonumuzu bəzən aşağı, bəzən yuxarı etməliyik ki, şagirdlərimiz qarşısına çıxdığımız auditoriyada bizdən sıxılmasın. Bu zaten mütləq şərtdir. Və əyləncəli qurarkən də elə qurmalıyıq ki, fərqli mövzulardan danışmalıyıq, hətta ən çətin mövzuları elə tədris etməliyik ki, şagirdlər yorulmasınlar. Həmçinin buna nümunə göstərə bilərəm ki, indi əksər məktəblərdə şagirdlərin riyaziyyat müəlliminin daxil olarkən içəri, o da baxır əslində müəllimin yanaşmasından, tədbiqindən asılıdır. Elə müəllimlər var ki, riyaziyyat dərsini şagirdlərə sevdirir. Məsələn, müəllim içəri daxil olarkən şagird beynində və öz dostları arasında bildirir ki, riyaziyyat dərsi başladı. Bu, artıq onun üçün bir sıxıcı dərs başladı deməkdir. Ağır dərs gəldi, şagirdlər yorulacaqlar, dərsi sevmirlər deyə bilərik. Amma müəllim hər gün içəri girərkən həm əyləncəli, həm motivasiyalı yanaşma ilə, kreativ ideyalarla dərs keçərək girsə, təbii ki, artıq uşaqlar çətin dərs belə olsa, aha, bizim kimya müəllimlərimiz gəldi, maraqlı dərsimiz başlayır, riyaziyyat müəllimlərimiz gəldi, həmin o dərs başlayır, yenə kreativ hansı metodlarla müəllim qarşımıza çıxacaq deyə uşaqlar düşünəcək, motivasiya olacaq, sevməcəklər. Artıq bu müəllim həm özünü, həm fənni sevdirmiş olur.
Sonra müəllim bilikləri çox ola bilər, amma müəllimliyin içində öz hissi, müəllimlik hissi, sevinci, o peşəsini necə sevdirməyi, müəllimlik yoxsa o uğurlu müəllim ola bilməz. Bütün cəmiyyətdə əslində uğurlu müəllimlərə möhtacdır. Bütün cəmiyyət uğurlu müəllimləri hər kəs istəyir. Hər kəs istəyir ki, fərqli yöndən, fərqli baxımdan yanaşsınlar təbii ki. Bütün insanlar da müəllimlərin öz peşəsinə uyğun olaraq müəllimlik peşəsinə hörmətlə yanaşmalıdır. İnsan bu peşəni seçirsə, o peşəyə lazım olan xüsusiyyətləri özündə görmürsə, müəllim olmaz. Məsələn, sizin birinci ixtisasınız müəllimlikdirsə, bununla bağlı öz fikirləriniz, yaxşı müəllim necə olmalıdır, yaxşı müəllim kimdir, mən hansı bacarıqlara sahib olmalıyam kimi suallara cavab verməliyik. Mən həmişə öz biznesin idarə olunması kursunda bildirirəm ki, tələbələrimə, siz öz biznesinizi qurarkən niyə məhz mən seçməlisiniz sualına cavab verməlisiniz. İndi müəllimlikdə də siz niyə məhz mənim fənim önəmlidir, niyə məhz mən bacarıqlara malikəm kimi suallara cavab verməlisiniz. Sonra davam edək. Müasir müəllim modelindən də danışdıqdan sonra liderlik bacarıqlarına da toxunacağam necə dəqiqə. İndi danışaq gəlin müəllimin kommunikasiya bacarıqlarına. Müəllimin kommunikasiya bacarıqları sadəcə yaxşı danışmaq demək deyil. Həmçinin şagirdin qəlbinə, ağlına yol tutan danışıqlardan istifadə etmək, sinifdə güvən yaratmaq ən vacib peşəkar üslubumuzdur bizim. Uğurlu müəllim həm şifahi danışarkən, şifahi dediyimdə demək istədiyim, yəni səs tonu, söz seçimi nəzərdə tutulur, həm də qeyri-şifahi bədən dili göstərməsi vacibdir. Həm də empatiyaya əsaslanan aktiv dinləmə bacarığına sahib olmalıdır. Bu bacarıqlar dərsin gedişatını və şagirdin həyatını necə dəyişdiyindən dair gəlin maraqlı situasiya və nümunələr. Bir, empatiya və aktiv dinləmək, şagirdi eşitmək, yəni. Çox vaxt müəllimlər şagirdin nə dediyindən çox onun qaydalara əməl edib etməməsini olar. Lakin aktiv dinləmə şagirdin problemini kökündən anlamağa kömək edir. Situasiya nümunəsinə baxaq. Deyirik ki, məsələn, həmişə dərslərdə aktiv olan sakit 7-ci sinif şagirdi Əli bir neçə gündür ki, tapşırıqları etmir və dərsdən pəncərədən çölə baxır. Müəllim şifahi sorğu-sual zamanı Əlinin cavab vermədiyini görüb əsəbləşə bilərdi. Səhv kommunikasiya yanaşması odur ki, biz Əliyə bildiririk ki, Əli, günlərdir dərsə baxmırsan, tənbəlləşmirsən. Belə getsə qiymətin kəsiləcək. Bu yanaşma şagirdi də daha da qapatacaq. Doğru kommunikasiya yanaşması odur ki, müəllim tənəffüsdə, hər kəsin içində yox, tənəffüsdə əlini yanına çal, fərdi şəkildə yəni. Onunla eyni göz temasını eynir, yumuşaq səs tonu ilə deyir ki, Əli, son günlərdə sənin dərsi daha az fikir verdiyini görürəm. Daha dağınıq, biraz fikrinin dağınıq olduğunu müşahidə etdim. Sənin dərslərinə marağının azalmasının səbəbi nədir? Bu vəziyyət mənə maraqlı gəldi. Hər şey qaydasındadırmı? Mənə demək istədiyim bir şey varmı? Bu kimi yumuşaq səs tonu ilə uşağı düşündürəcək, dərsi də cəlb edəcək, dost münasibəti quracaq, sırf dərsə yönləndirmək üçün problem həll edəcək bir müəllim. Bu doğru kommunikasiyadır. Nəticə olaraq da Əli öz məsələnin nə problemdirsə sizə anlada bilər, anlatmaya da bilər, amma siz onun fərqli yanaşmanız ona təsir etmiş ola biləcək ki, o dərsinizə döndürmək var. Müəllim bu şəkildə tənqid etmədən dinləməyi bacaran, şagirdini dinləyən, şagirdində öz güvən hissini yaradan olur və dərsə yenidən fokuslandığını təmin edir. İkinci olaraq kommunikasiya sənətində konstruktiv rəy vermə bacarığı var ki, şagirdin səhvini elə düzəltmək lazımdır ki, onun oxumaq həvəsini öldürməyə. Əksinə, necə inkişaf etdirəcəyini, hansı səhvini görəcəyini göstərməliyik. Yəni, biz onları yönləndirməliyik. Sən səhvsən, sən bunu səhv etdin, sən 2 aldın kimi bir şeylər yox. Biz onları yönləndirməliyik. Niyə məhz bu səhv elədin? Niyə məhz, belə deyək də, niyə məhz digərlərinə yox, sən məsələn, nəticələrin aşağı oldu və yaxud hansı səhvlərə yol vermirsən. Buna da nümunə olaraq belə bir şey göstərə bilərik. Tutaq ki, 4-cü sinif şagirdi, məsələn,
Aytac xanım. Aytac böyük bir həvəslə inşa yazıb və inşanın cümlələri siz baxırsınız ki, səhvdir, qrammatik səhvlərə yol verir və sizin verdiyiniz mövzudan biraz kənara çıxır. Kommunikasiya yanaşması odur ki, Ayanın səhv cümlələrini, məsələn, Aytacın səhv cümlələrini siz deyirsiniz ki, hər tərəfli səhvdir, sən qrammatik səhvlər çox eləmisən, cümlələri bərbaddır, verdiyim inşanın mövzusundan kənara çıxmısan, yenidən yaz. Bu artıq belə deyilir, bir növ tənqid etməkdir. Doğru kommunikasiya yanaşması odur ki, siz əvvəlcə müsbət tərəfi deyirsiniz, sonra səhvini vurğulayırsınız, amma bunu yüksək səs tonuyla yox, normal emosional səs tonuyla yox, normal səs tonuyla çatdırırsınız. Öncə müsbət tərəfini, sonra etdiyi səhvləri və sonra da motivasiya verirsiniz. Deyirsiniz ki, məsələn, Aytac, inşadakı xəyal güclüyün və s. mənim çox xoşuma gəldi. Cümlələrin çox mənalı idi, heyran qaldım. Çox axıcı yazmısan. Amma diqqət etsən görərsən ki, bəzi sözlərin yazılışında qrammatik səhvlərə yol vermisən və mövzunun ikinci hissəsindən, yəni əsas hissəsindən biraz uzaqlaşırsan. Bu qrammatik qaydalara baxıb düzəliş etsən, sinifdə ən mükəmməl inşalardan yazanlardan biri sən olacaqsan. Və sənə güvənirəm. Və xahiş edirəm ki, sən bu inşanı yenidən nəzər yetirib, bu dediklərimə nəzər yetirib, yenidən yazıb, yenidən bizə təqdim edəsən. Və sinif olaraq, kollektiv olaraq, mən də bir müəllim olaraq təkrar nəzərdən keçirim, təkrar baxsam və təkrar yeniləndirim. Bu şəkildə xoşdur. Amma bayaq dediyim səhv kommunikasiya idi. Siz sanki şagirdi qarşınıza qoymuş tənqid edirsiniz. Həm dərsinizdə həvəsini azaldarsınız, həm təkrar inşa yazmasına, həm qarşısına çıxan o heyran qaldığınız fikirlərinə baxırsınız, siz oxuyursunuz. İnşa qəşəngdir, amma mövzudan kənara çıxır. Siz durub o şagirdi əsəbi olduğunuz anda tənqid etsiniz, yəni birbaşa qarşınıza qoyub sən səhv yazmısan, kənara çıxmısan desəz, təbii ki, o uşağın fikir gücü də azalar, yəni kreativliyi də azalar, məntiqi də aşağı düşər. İnşanı sizə gələn səfər həmin o motivasiyalı şəkildə deməz. Amma dediyim doğru kommunikasiya ilə siz yanaşsaz, həmən Aytac dediyim şagirdə bildirsəz, təbii ki, o daha həvəsli yenisini yazar. Aha, mənim fikrimi bəyənib, mövzuda mən onun dediyi mövzuya əsasən yazsam, daha qəşəng yazaram və müəllim bunu da verir. Sonra üçüncü olaraq kommunikasiya sənətində münaqişələrin idarə olunmasıdır. Mən dili sinifdə intizamlılıq yaranarkən müəllimin reaksiyası. Bütün sinifin atmosferini təyin edir bu. Sən dili ittihamı, mən dili vəziyyəti. Bu nədir? Məsələn, riyaziyyat dərsinin ortasında iki şagird part arxasında pıçıldaşır, gülüşür və yaxud da söhbət edir. Dərslərdə ən rast gəlinən bir şeylərdəndir. Dərs gedişatına mane olur. Kommunikasiya sən dilidir. Sən dili dedikdə, yəni siz həmişə belə edirsiniz, çox tərbiyəsizsiniz, dərsi pozursunuz, çıxın çölə və s. ki, bu sinifdə aqressiya yaradır. Və siz kimə dediyinizi artıq birbaşa bildirirsiniz. Həmin şəxslər, həmin ətrafındakı olan şəxslərin dostlarıdırmı, aqressiya yaradır istərsəniz ki, müəllim aqressivdir, bu şəkildə də. Doğru kommunikasiya isə mən dilidir. Müəllim lövhəyə tutaq ki, siz lövhəyə yazı yazırsınız, amma qətiyyətli bir səslə uşaqlar, mən yeni mövzunu izah edirəm sizə. İzah edərkən də arxadan səslər gəlir və mənim diqqətimi yayın. Və siz mövzunu digər şagirdlərin anlamasına, yoldaşlarınıza tam çatdıra bilmədiyinizi istəyirəm, amma mane olursunuz. Xahiş edirəm ki, mən izahatımı bildirənə qədər məni diqqətlə dinləyəsiniz. Sonra nə sözünüz varsa, icazə verəcəm təbii ki, öz aranızda bildirəsiniz. Bu zaman baxırlar ki, uşaqlar, mən danışırdım, müəllim mənim adımı çəkmədi. Siz adınız çəkməyərək də aqressiya yaratmışsınız. Siz o sözü deyərkən həmin o şəxslərə baxıb, baxışınızla bildirə bilərsiniz ki, mən sənə deyirəm. Təbii ki, məsələn, dayanmayan, durmayan şagirdlər var ki, siz sırf ad çəkmək istəyirsiniz. Amma bəzən də müəllim öz əsəbinin sırf belə deyək də, bir şəxsə, məsələn, deyirəm, ad çəkərək yönəlir və bu artıq şagirdlər həmin şagird arasında yox, digər şagirdlərimiz arasında da sizdə kommunikasiya sənətinizi ona görə inkişaf etdirməlisiniz ki, digər şagirdlərdə belə aqressiya yaradır ki, müəllim, mən də danışsam, mənə də bu şəkildə aqressiv cavab verəcək, düşük kimi təəssürat yaradır. Şagirdlər ki, həmin şəxsiyyətlərin hücumuna məruz qaldığında, sadəcə etdikləri hərəkətin mənfi
təsir göstərdiyini anlayırlar da. Düşünmürlər ki, hücumə məruz qalıblar, sırf onlara köklənmisiniz, ümumi fikriniz dərhal takibləşdirlər. Sonra qeyri-verbal kommunikasiya var, bədən dili və baxışlar. Dediyim kimi, məsələn, həmin şəxs adını çəkib aqressiya yaratmaq istəmirsinizsə, şagirdlər baxışlarla, bədən dili vasitəsilə bildirə bilərsiniz. Bəzən bir baxışımız, bir təbəssümümüz və ya bir çiynə yüzlərlə sözdən təsirli ola bilər. Məsələn, buna nümunə olaraq lövhəyə, məsələn, dediyimiz 50 şagirdimiz lövhəyə çıxır və hamı qarşısında həyəcanlanır, dili dolaşır. Siz də bunu hiss edirsiniz. Həll edə bilməyən şagirdiniz var. Sinifdə gülüşmə səsləri gəlir. Artıq baxırlar ki, həyəcanlıdır, danışıb bilmir. Bu əsasən kiçik siniflərdə də rast gəlinir. Müəllimin təsiri, müəllim də sinifdə ciddi bir baxış ata bilər ki, hər kəs gülümsəməsini kəsəcək təbii ki. Sonra qarşınızda sanki yəni bilməli insan deyilmiş. Yəni elə bir insan deyil. Mən səninləyəm, yəni deyirsiniz şagirdə də. Çindən yüngülcə toxuna bilərsiniz. Məsələn, bədən dilinə aid olaraq deyirəm. Gülümsəyərək həmin şəxsdə şagirdlərə söyləyə bilərsiniz ki, tələsmə, həyəcanlanma. Hamımız səni dinləməyə hazırıq. Hamımız həyəcanlana bilərik. Sən də bunu bilirsən. Sadəcə dərindən nəfəs al və yenidən başla. Bu da şagirdin motivasiya verir, şagirdin arxasındakı böyük dəstəyi olduğunu, güvən hissinin olduğunu bildirir və qorxusunu yenir, şagird davam edir. Müəllimin kommunikasiya bacarığı onun pedaqoji biliklərini ötürən ən əsas körpüdür. Körpü nə qədər möhkəm və səmimi olsa, şagird də dərsi bir o qədər yaxşı mənimsəyə bilər, müəllimə olan sevgisini bir o qədər yüksələr. Biz baxırıq ki, ən çox hansı müəllimlər sevilirsə, statistikaya əsasən, hansı müəllimlər sevilirsə, o müəllimin tədris etdiyi fən də sevilir. Çünki müəllim sevgisini qazanır. Şagirdin sevgisini qazanır müəllim. Yəni, artıq o fənini də sevdirmiş olur. Artıq müəllim onun sevgisini qazanırsa, müəllim dərs danışarkən deyir ki, məsələn, baxın, müəllimə danışır, mən onu qoy dinləyim. Dinləyirsə də artıq beynində bir hissələrdə artıq o yadında qalmış olur. Sonra yadına düşə bilər, hər hansı bir həyatına istifadəyə gələkən, aha, Xədicə müəllim belə bir şey demişdi, mən demişdim. Və yaxud gedir evə kitabı açır, tapşırıq eləməyə, aha, Xədicə müəllim demişdi ki, bunu belə-belə eləyə bilərik, belə hesablanırdı və yaxud da, aha, açıq tapşırıq artıq sevindi müəlliməsinin dediyini diqqətlə dinləmişdi, beynin bir hissəsində qalmışdı, artıq onu açanda kitab yadına düşdü və tətbiq etdi. Ona görə də müəllim ev sevgisini qazandırmağı da bacarmalıdır. Bura qədər kiminsə hər hansı bir suallarınız varsa yayındırmayın. Yazın çata, mən hər birini oxuyub cavablandıracağam. Kommunikasiya sənətindən bu qədər. Texnologiya və süni intellekt də var idi. Bunlardan da danışacağıq. Sənin əsas bir dənə biz emosional zəkaya da baxaq. Emosional intellekt, emosional zəka. Deməli, birinci danışaq emosional zəka. İnsanın öz duyğularını tanımaqdır, tənzimləməkdir, başqalarının emosional siqnallarını anlamaqdır və 4 əsas sahəni əhatə edir. Özünü dərk etmə, özünü idarə etmə, sosial şuur, yəni empatiya və münasibət bacarıqları. IQ-su yüksək olan şəxslər stressə daha elastik olur, ünsiyyətdə daha çevik olur, yəni qərar qəbul edəndə də daha dəqiq olur. İndi bunu emosional zəkanın müəllim üzərində danışaq. Bircə dəqiqə. Emosional zəkanın müəllim üzərində danışsaq, nümunə və situasiyalara da istəyirəm sizinlə birlikdə baxaq. Aha, emosional zəka, müəllimin emosional zəkası onun həm hisslərini tanımasına, həm idarə edilməsinə, həm də şagirdin və həmkarların, valideynlərin emosiyalarını anlamasını, prosesini düzgün yönləndirmək bacarıqdır. Hamısını anlamaq və düzgün yönləndirmək lazımdır. Tutaq ki, məsələn də sizə bir müraciət olunur. Deyirəm, valideyn müraciət edir ki, mənim şagirdim belədir. Siz, dedim, həmçinin pedaqoqla yanaşı psixoloq da olmalısınız. Psixoloq dediyimdə, yəni siz valideyn sizə müraciət edir ki, mənim şagirdim və ya dərslərdən yəni. Sizin bir yanaşmanız ona həqiqətən də belə deyək də təsir edə bilər. Hamısı bu psixoloji baxımda. Sizin pedaqoqla yanaşı biraz psixoloq yanaşmanız da olsa, həqiqətən
həm valideynlərlə emosional cəhətdən danışıq yüksəkliyi olacaq, daha yaxşı əlaqə qura biləcəksiniz və həmçinin şagirdlərlə də gözəl işləyəcəksiniz. Dediyim kimi o dedim, müəllim sevgisini qazanan valideyn də burada önəmlidir. Müəllim sevgisini qazanan valideyn görür ki, şagirdə yanaşması yüksəkdir. Valideyn də evdən şagirdə dəstək olur ki, bax sənin müəllimin yaxşıdır, çox qəşəng izah edir dərsləri, mənim xoşuma gəldi. Sən də dərsləri diqqətlə dinlə, bunun fərqinə varacaqsan kimi sözlər deyil, şagirdə valideynin də təsiri olur. Anam belə demişdi, atam belə demişdi. O vurgulanır artıq şagirdin beyninə toxunur istər-istəməz. Şagird gəlir deyir, qoy bir dəfə mən bu yolu yox deyim. Valideynim belə deyib, qoy bir dəfə mən dərsə qulaq asım. Artıq belə deyək də biz oxumayan şagirdi belə oxuyan şagirdə çevirə bilərik. Hər şey bizim valideynlər şagirdə yanaşmamızdan, göstərdiyimiz belə deyək, sevgidənmi deyim, izahdanmı deyim, yanaşmadanmı deyim, psixoloji yanaşmadanmı deyim, ondan asılıdır. Bunlara da ona görə müəllimlər daima özlərini inkişaf elətdirib yanaşmalarını belə deyək, yüksəltməlidirlər ki, həqiqətən ortaya gözəl bir nəticə çıxsın, uğurlu şagirdlər çıxsın, fəxrli valideynlər, qürurlu valideynlər çıxsın. İndi davam edək müəllimin emosional zəkasına. Mövzular çox genişdir, həqiqətən gördüyünüz kimi danışdıqca uzanır. Deməli, yüksək emosional zəkaya sahib müəllim fən öyrədən deyil, həm də emosional təhlükəsizlik zonasını yaradandır. İndi bunlara gələn nümunələr. İlk olaraq özünə dərk və özünü idarə etmə, bu dediyim sahələr 4 sahəsindən biri. Müəllim ilk növbədə öz hisslərinin fərqində olmalıdır və şəxsi emosiyalarına, dərs prosesinin mənfi təsir etməsinə icazə verir. Bu nə deməkdir? İndi nümunə göstərəcəm. Müəllim də insandır, müəllimin də şəxsi həyatında problemlər ola bilər, yorğun ola bilər, əsəbi ola bilər. Məsələn, buna nümunə göstərək, necə yanaşmalıdır. Müasir müəllim səhər məsələn hər hansı bir şey olub, mübahisə baş verib, mübahisə edib gəlib məktəbə çox gərgin və əsəbi halda gəlib. İlk dərsə girdiyi sinifdə şagirdlərdə hələ zəngin vurulmasına baxmayaraq səs-küy salır. Bunu 2 nümunə ilə göstərəcəm. Bu müəllim içəri girərkən necə yanaşır? Aşağı emosional zəkalı müəllim içəri girəcək, öz hirsini uşaqlara tökməyə cəhd edəcək. Sakit olun, belə təşbiəhsizlikdir, bezdim artıq sizdən. Hər gün eyni şey, hər gün səs-küy. Şəxsi emosiyasını artıq uşaqlara reaksiya edir, yəni tətbiq edir, ötürür, belə deyək. Amma yüksək emosional zəkalı müəllimin yanaşması qapıda ayaq saxlayır, məsələn, dərindən nəfəs alar, özünə deyər ki, mən hal-hazırda çox əsəbiyəm, amma bunun səbəbi şagirdlərim deyil. Üzündə təbəssüm yaratmağa çalışır, motivasiya ilə hər şeyi yığışdırar, qarşısına mübahisə etmiş şəxsin qarşısına çıxmış, şagirdlərinin qarşısına çıxmış kimi sinifə daxil olur. Sinifə daxil olar və sinifə bir baxış atar. İlk öncə şagirdlər uşaqlıq edir. Sinifə daxil olar, sakitcə masa arxasına keçər, bir baxış atar, təsizliyi təmin edir. Sonra deyə bilər, məsələn, ola bilər ki, baxışla alınmazlar, olmazlar. İlla ki, bir kitabı markeri psixoloğa vurmağa ehtiyac yoxdur. Bu da yenə öz emosiyası onlara məsələlər. Deyirik ki, sakit ola bilər, uşaqlar dərsi davam etməli. Eşitməzlərsə biraz yüksək səslə deyərik. Amma əsla və asla öz mübahisəmizdəki əsəbilik, yorğunluq və ötürülük. Sadəcə onların nizam-intizama uymasını təmin etməliyik. Bunu təmin edərkən səs tonumuzu qaldıra bilərik. O demək deyir ki, biz aqressiyamız olmalı, yorğunluğumuzu, əsəbiliyimiz yoxdur. Səs tonunu qaldırıb nizam-intizama uymaq üçün çərtəbəyə sala bilərik. Amma bu o demək deyil ki, biz aqressiyamızı, yorğunluğumuzu, əsəbimizi mübahisədə yaranan ki, emosiyamızı onlara ötürməliyik. Bunlara diqqət etmək lazımdır. Müəllim öz emosiyalarını idarə edərkən həm də sinif böhranının qarşısını alır, həm də şagirdlərlə emosional yetkinlik göstərir ki, mən ola bilər əsəbi görünüm, amma sizə heç vaxt bu aqressiyanı ötürmürəm. Yəni, şagirdlərdə də bir düşüncə formalaşır ki, mən əsəbi ola bilirəm, bəcərirsən əsəbləşirəm. Müəllim də insandır, müəllim də əsəbləşə bilər. Amma gələr bizə hər dəfə, hər zaman mübahisə alır. Onun da həyatında problemlər ola bilər, şəxslərdə problemlər ola bilər. Hər hansı bir marketdə məsələn mübahisə edib çıxa bilər. Amma bunu heç vaxt bizə ötürmür.
gəlir öz emosiyasını, aqressiyasını, əsəbini, yorğunluğunu bizə ötürür. Gəlir öz peşəsini layiqincə, sevgisincə ötürür bizə gedir. Bu şəkildə xatırlamaq lazımdır. 2. Empatiyadır. Şagirdin dünyasını görmək. Bu nə deməkdir? Empatiya şagirdin davranışının arxasında gizlənən emosiyasını oxuya bilməlidir. Məsələn, tənbəldirmi, içinə qapanıqlıdırmı? Bu davranışların arxasında çoxaq qorxu, qısqanclıq, diqqətsizlik və yaxud da ki, sevgi dayanır. Bunları nəzərə alınmalıdır. Bu aqressiyanın arxasındakı səssizlik bizim Education platformunun YouTube səhifəsində mənim podkastım yayımlanıb, ona da baxa bilərsiniz. İnşallah bəşt etsin, atacağım linkini ki, bu empatiyadan sırf danışırıq orada. Aqressiyanın arxasında gizlənən nədir? 4 dəqiqəlik bir video çıxdı, izləyə bilərsiniz. Tutaq ki, sinifə yeni bir uşaq gəlib, 6-cı sinif şagirdidir, adı da məsələn Murad. Muradla birlikdə uşaqlara, şagirdlərinizə bir qrup işi verirsiniz. Murad da bu qrup işinə qatılmaq məcburiyyətindədir, çünki sinifə yeni qalıb. Gəlir və aqressiv davranır. Mən bu axmaqlarla işləmək istəmirəm deyir və kitabları, nə bilim, dəftərləri yerə çırpır, ya ortaya çırpır. Aşağıda emosional zəkalı müəllimin yanaşması burada. Müəllim Muradı hərəkətlərini özünə qarşı tartışır. Halbuki şagird bildirir ki, bunlar axmaqlardır, mən işləmirəm. Bu artıq şagirdlərə. Siz bu belə deyək də, bu artıq emosional təhlükədir. Siz bunu yatırmaq üçün üsullardan bu, məsələn, deyil, Murad, sakin ol, dərhal partana əyləş. Sənə burada müəllimin kim olduğunu göstərərəm kimi, belə deyək də, tənqid, yenə sabah valideynini məktəbə çağırır, yenə şagirdi qarşımıza qoyub tənqid etmiş oluyor. Yəni, niyə aqressivdir, yeni mühitə gəlib, tanımır onları, bu fikirləri bildirməyi normaldır kimi yanaşmalar deyil də, sırf yenə qarşımıza qoyub tənqid etmiş sayılır. Yüksək emosional zəkalı müəllim isə anlayır ki, Murad bu qrup yoldaşlarını tanıyır. Burada yenidir, yeni mühitə uyğunlaşa bilmir və yaxud da ki, qəbul olunmaması qorxusunu yaşayır. Murad da sinif yoldaşlarına alışa bilmir. Məsələn, biz müəllimə yaxınlaşırıq, qətiyyətli və şəffaflı bir səslə ona müraciət edə bilərik. Murad, yeni sinif yoldaşlarına alışmağının asan olmasını bildirəm. Onu təsəlli edir. Bəlkə də qrup işinin bölgüsü sənə aydın olmuyor və yaxud mövzusu aydın olmuyor, necə edəcəyini bilmirsənmi, bunu bilərik. Gəl ilk haqqını birlikdə. Yəni, ilk onun qorxusunu yenirik, bu mühitə uyğunlaşdırması üçün müəllimlə işləmə bacarığını fərdi şəkildə təyin edir. Sonra qrup şəklində də belə deyək. Bizə alışdıqdan sonra zaten görürsən ki, davamını sən artıq qrup yoldaşlarına edəcəksən. Artıq siz onda o marağı öyrətmişsiniz. Artıq ona maraqlıdır ki, bu necə olacaq. Aha, deyir, qoy mən davam elətdirəm. Və qoşulur qrup işində etmiş olur. Yüksək emosional zəkalı müəllim bunu etməyə bacarır. Şagird artıq başa düşür ki, hiss edir, müdafiə mövqeyinə çıxır və yavaş-yavaş da qrupa adaptasiya olur. Sosial bacarıqlardır, münasibətlərin zərgər dəqiqliyi ilə idarə olunur. Yüksək emosional zəkalı müəllim sinifdə kiçik qızıl-quzumları böyük yanlığa çevirməkdən yayındırır. Bu nə deməkdir? Şagird arasında liderlik və əməkdaşlıq ruhunu inkişaf elətdirir. Tutaq ki, 2 qız şagirdi, Lalə və Gülsüm, məsələn, rəfiqli olsalar da, sinif xəbərləri qrupunda bir-birinin xətrinə edəcək sözlər yazır. Dərsdə də bir-birlərindən nifrət baxır. Kiçik bir şeyə görə, yəni dairə gəlir. Bunlar bütün oğlan qız, bütün sinifdə olabilir. Təkcə qızlarda yox, ümumiyyətlə də yəni münaqişə yaranır bilər. Amma müəllim əsasən bu böyük qızımları, təhlükəyə səbəb olacaq bir şeylərin qarşısını almağı bacarır. Müəllim də emosional zəka gelişir. Bu gərginliyi hiss edir ki, bunlar bir-birlərinə gəldiyi zaman dərs zamanı onlara acıqlanmaq öz emosional zəkasını işə salır. Məsələn, ədəbiyyat və yaxud da ki, həyat dərsində özü keçmişdən başqa bir müəllim başlaya bilər. Əsl məsələn belə deyək də, sinif rəhbərləri dərsində belə olmur. Şagirdlərin bir-birləri ilə münasibətlərini izləyib
iclas keçirməlidir. İclas olmasa da hər bir müəllimdən ayrı-ayrı, necə şagirdlərlə fərqli yanaşır. Ayrı-ayrı danışmalıdır ki, siz bu mövzu, bu dərsi keçərkən bu sizin fərqinizə aiddir deyə sizə deyirəm. Aşılayın bu hissəni ki, şagirdlər öz arasındakı problemləri müəllimim belə demişdi. Bəlkə mən bu dəfə bu cür həll edeyim, bu üsuldan, bu metoddan istifadə edeyim. Yəni, bu yanaşmalara diqqət etmək lazımdır. Tapşırır, tutaq ki, sinif rəhbərliyi yaxınlaşır ədəbiyyat və yaxud da tərəfi qism müəlliminə dostluqdan, bağışlamaqdan, anlaşılmazlıqlardan danışmağını xahiş edir. Bu mövzuya bağlamasını xahiş edir. Təbii ki, müəllim öz dərsini kənara qoyduğunu izah eləməyəcək. İzah eləyəcək. Hər bir müəllim dərsini izah eləyəndən sonra dərsini bitirir. Məsələn, 45 dəqiqədirsə 4 dəqiqəsini keçir. 5 dəqiqəsini uşaqlara fasiləmi, əyləncəmi, söhbətini, belə deyək, arasında danışmaq, məsələ haqqında müzakirə və paylaşma bunları eləyir. Bunun qarşıda qata bilər bu emosional zəkanın özündə şagirdlərin problemlərinə. Problem dediyimdə, yəni aralarında yaranışan kiçik anlaşılmazlıqları mı deyək, dostluqlarını mı, bağışlanmazlıqlarını mı, bunların nəzərdə tutulur. Yəni, şagirdlərə fərziyyə bir hekayələr danışır. Yəni, iki dostun sözü bir-birinə gəlməyib, necə ayrıldıqlarını, illər sonra necə peşman olduqlarını aşılaya bilər. Sizcə o dostlar olan birləri ilə necə danışmalıydilər? Bu fikirlər artıq uşaqlar belə deyək də fikir yaradır ki, mən bu dostumdan bir sözlərə ki, bir-birimizi bağışlayıb, illər sonra biz olduq bilərik. Ki, müəllimin dediyi elə bizə aid, ki, müəllim bunu söyləyib. Artıq uşaqlarda bu fikirlər yaranır. Bu fikirləri yaradan kimdir? Emosional zəkası yüksək olan müəllim. Kimin sayəsində olur? Məsələn, dedim, sinif rəhbəri tapşırır, öz dərsi deyilsə, gedir tapşırır ki, siz edin. Lalə Cümeyl artıq müəllimin sayəsində özlərini görürlər. Biz birdən keçmişdə peşman olaraq deyə düşünürlər. Müəllim onları birbaşa günahlandırmadan, danışdırmadan, toxunmadan, tənqid etmədən də, yəni birbaşa problemlərlə həll edirlər. Emosiyalarını izah etməyə, analiz etməyə imkan verir. Tənəffüsdə də kreativ qəbul ilə, məsələn, danışır, barışır, həll edir. Bir dəqiqə üzr istəyirəm, davam edir. Üzr istəyirəm, zəng gəldi, ona görə ayrılmalı oldum. Peşazlarınızın hər birini görürəm, cavablayacağım təlim bitandan sonra inşallah. Hər bir haqqında məlumat verəcəm. Deməli, indi biz emosional zəkanı yüksək emosional zəkalı müəllimin yanaşmasını sosial bacarıqlarda danışdıq. Münaqişəni necə həll edirlər? 4 motivasiyadır. Motivasiya emosional zəkası yüksək olan müəllimlərdə şagirdləri qiymətlə, cəza ilə, qorxu ilə qorxudaraq deyil, qorxu yaradaraq, qorxudaraq belə deyil, onlara öyrənmə həvəsi yaradaraq daxili həvəs, motivasiya, inkişaf, düşüncə tərzi yaradaraq motivasiya etdik. Tutaq ki, riyaziyyatda zəif olan bir dənə şagirdimiz var, nihayət imtahanda yenə 3 alıb tapdınız. Və müəllim olaraq başını partiya qoyur. Düşünür ki, məndə heç nə alınmayacaq, mən yenə uğursuz oldum, mən bacarmadım. Aşağı emosional zəkalı müəllim nihayət oxumursun. Bax, Əlif necə 5 alıb, sən də 5 ala bilərdin. Biraz tərpən, ağlın olsun, düşün falan deyib, yenə qarşıya şagirdi tənqid edir, qoyub qarşısına tənqid edir. Müqayisə edir, emosional travma qoyur. Yüksək emosional zəkalı müəllimsən, nihayət yanına gəlir, onun vərəqini verər. Və hansı səhvləri eləmişsən? Keçən səfər misaldan cəmi 2-sini düz yazmışam. Bu dəfə artıq 5 düzünü yazmışam. Yəni, az nəticə göstərsən də, istər-istəməz səndə inkişaf olub. 3 plus artırmışam. Motivasiya edirsiniz. Sonra deyirsiniz ki, gəl səhvlərin üzərində inkişaf edək. Sən demək ki, inkişaf eləmirsən ki, 3 plus artırmışsan. Biraz da çalışsan, biraz da məyus olmasan, biraz da çalışsan, biraz da özünü inkişaf elətdirsən, səhvlərinə baxsan, gələn səfər
3 dənə də artırıb artıq digərlərinə çatdırır. Səhv etdiyim bu 3 misalın üzərində birlikdə işləyə bilərik. Növbəti dəfə daha yaxşı nəticə əldə etməyə sənə zəmanət verirəm falan deyə bilərsiniz ki, bu artıq onu mənsuurdan üstü inkişafa gətirmək. Müəllim hələ ki fəlsəfəsini tətbiq edərək, yəni hələ ki ümid var, sən inkişaf edə bilərsən, emosional çökməsinin qarşısını alır və uğur qazanmağının ümidini canlandırır. Motivasiya. Müəllimin emosional zəkası sinifə daxil olduğu andan etibarən başlayır. Onun səs tonundan, jestlərindən, mimikalarından, bədən dilindən və şagirdsizlərə uğursuzluq verdiyi reaksiyalardan. IQ-su yüksək olan müəllimlər sinifdə uşaqları səhv etməkdən qorxmağa sövq etmirlər. Çünki onlar bilirlər ki, səhv etsək cəzalandırılacaqlar və bunda artıq narahat olmuş olurlar. Amma emosional zəkası yüksək olan müəllim uşaqlarında elə bir fikir, belə deyək, hiss yaradır ki, mən səhv etsəm, müəllim arxamdadır, mənə dəstək olacaq, inkişaf edəcəyik, birlikdə daha da yüksək nəticələrə çalışacaq, uğurlu olacam kimi motivasiyalara sövq edir uşaqları. Və müəllimin emosional zəkası yüksək olduğunda həqiqətən şagirdlərə də, valideynlərə də dərindən toxunmuş olur. Valideynlər də artıq öz şagirdlərinə, belə deyək, öz uşaqlarına bir şagird kimi yanaşıb, onların oxumağa, belə deyək, motivasiyasını müəllimlə birlikdə artırır. Bayaq çəkdiyim nümunə də bura aiddir ki, əgər biz müəllim olaraq öz sevgimizi valideynlərə ötürə bilsək, valideynlərlə gözəl kommunikasiya bacarığı qursaq, artıq valideynlər də müəllim sevgisini qazanmış olur. Artıq onlar da düşünürlər ki, mənim övladımın uğurlu bir müəllimi var, həqiqətən gələcəyinə toxuna bilər. Burada həm müəllim olur, həm öz peşəsini layiqincə yerinə yetirmiş müəllim olur, həm uğurlu şagird olur, həmçinin də qürurlu valideyn olur. Bunun üçün də müəllim dediyim kimi emosional zəkasını, kommunikasiya bacarığını, kommunikasiya sənətini, sinifin effektiv idarə olunmasını, öz liderlik bacarığını, sərt bacarıqlarını, yumşaq bacarıqlarını inkişaf elətdirməlidir. Həqiqətən bunları inkişaf elətdirdikcə də görəcəklər ki, öz şagirdlərini, valideynlərini həqiqətən müsbət cəhətdən ələ almış olacaqlar və həqiqətən də dediyim qürurlu şagirdlər, müəllim sevgisini qazanmış şagirdlər və valideynlər, qürurlu valideynlər artıq qarşımızda olacaq. Müəllim həmçinin dediyim kimi kommunikasiya bacarıqları, emosional zəka bacarıqları ilə yanaşı, həmçinin süni intellektdən istifadə də etməlidir. Qısaca olaraq istəyərəm liderlik bacarığına da toxunmaq. Bir dəqiqə üzr istəyirəm. İndi davam edirik. Əgər suallarınız olarsa da yeniləyə bilərsiniz. Deməli, emosional zəkadan danışdıq, texnologiyadan da qısaca danışdıq, kommunikasiya sənətindən də danışdıq müəllimin. Məncə artıq müəllimin liderlik bacarıqlarından da danışaq qısaca və təlimimizi yekunlaşdıraq. Həmçinin suallarınızı da cavablandıracağam. Deməli, müəllimin uğurlu peşəkar inkişafı üçün bacarıqlar, liderlik bacarıqları həmçinin bu uğurlu bir karyera qurmaq üçün də müəllimlər təkcə deyil, uğurlu bir karyera qurmaq üçün də müəllimlərə təkcə mövcud bilik, təcrübə kifayət deyil. Həm də daim inkişaf elətdirməlidirlər özlərini, peşəkar inkişaf yolunda mərhələlərini qiymətləndirməlidirlər, özlərini müqayisə deməzdim də, dedikdə statistik göstəricilərə əsasən inkişaflarına nəzarət etməlidirlər, təcrübələrini toplamalıdırlar. Peşəkar inkişaf təhsil prosesində müasir trendlər və innovasiyaların daim yenilənməsi, şəxsi potensialının maksimal istifadəsi karyerasının həqiqətən uğurlu olmasını təmin edir müəllim.
Müəllimlər kommunikasiya bacarıqlarını, problem həll etmə, riyazi vasitələrin tətbiq edimi, tədris texnologiyalarının effektiv istifadəsi kimi əsas bacarıqları, yəni təhsil sektorunda bizə lazım olan dəyişən tələblərə uyğun adaptasiyanın müasir metodları və texnologiyalarını tətbiq etməyə öyrənmə yaxınlığını da bilməliyik və motivasiya yaratmaqda çox böyük vacib faktorlardan biridir. Bacarıqlardan danışaq. Təlim və ya iş təcrübəsi vasitəsilə spesifik və ölçülə bilən obyektiv yox. Üzr istəyirəm. Kimisə sözü var idisə buyursun. Səslər deyəsən açıq qalmışdı, bağladım. Davam edən səhv bacarıqlar, təhsil və peşəkar keyfiyyətlər. Müəllim üçün əsas səhv bacarıqlardandır bu, təhsil və peşəkar keyfiyyətlər. Fənn üzrə tədris metodlarıdırmı, pedaqoji texnikadırmı, psixologiyadırmı, hamısı bura daxildir. Davamlı təhsil və öz sahənizdə yeni texnika və materiallar öyrənmək üçün uğurlu bir texnikadır. Pedaqoji bacarıq və pedaqoji səriştə. Nəzəri bilikləri praktikada tətbiq etmək bacarığıdır. Müəllim müxtəlif tədris metodlarına yiyələnməlidir bu bacarıqda və onları konkret sinif və ya şagirdlərin ehtiyacına uyğunlaşdıra bilməlidir. Tədris prosesinin təşkili və planlaşdırılması. Müəllim işinin tərkib hissəsidir bu. Müəllim təlim proqramını planlaşdırmalıdır, onun məntiq bloklarına uyğun ayırmalıdır, materialların öyrənməsini ardıcıllıqla təyin etməli, müəyyən etməlidir. Dediyim kimi, o bayaq məsələn dedim, texnologiyadan, süni intellektdən istifadə etməlidir. Müəllim öz bacarığına əsasən tutaq ki, dediyimiz sıradan slaydlar hazırlamalıdır. Statistik göstəricilərmi, araşdırmalarmı, diaqramlarlar və s. materiallarmı, video çarxlardır, daha rəngarəng materiallardırmı, uşaqlara daha əyləncəli, cəlb edici, yaş qruplarına keçirdə onlara uyğun şəkildə araşdırma edib, psixologiyalarına təsir edə biləcək şəkildə belə deyək də öyrədək ki, məsələn, rəngarəngi sevən şagirdlər var, yaş qrupları var ki, rəngarəng slaydları hazırlasaq, onlar istər-istəməz slayda yönələcəklər, bizə qulaq asmağa başlayacaqlar ki, aha, mən baxın, bunu öyrənim. Artıq onlar inkişaf etmiş deyil. Leyla xanım yazıb ki, müəllim öyrədən deyil, yol göstərəndir. Fikirləriniz olduqca oxuyacağam. Bəzi şagirdlər olur ki, sadəcə istiqamət versən və o istiqamətlə bir şeylər öyrənə bilirlər. Bəli, Leyla xanım, bayaq da vurguladığım kimi, məsələn də bizim yanaşmamızdan çox şey asılıdır. Biz müəllimlərin yanaşmasının həqiqətən çox şey asılıdır ki, biz necə onlara yanaşırıq, necə fikir bildiririk və yaxud biz valideynlə kommunikasiya qurub, necə fikrimizi çatdırırıqsa, müəllim də o şagirdi necə yol göstərirsə, biz də yol göstəririk, valideyn də yol göstərir, bizim sayəmizdə olursa bunlar, artıq şagird bir istiqamət olur. Biz ona yol göstəririk həqiqətən də. Və dediyim kimi, bayaq dediyim əxlaqdır və s. dediyimdir. Biz, məsələn, dərsi danışarkən ona həmçinin gələcəyin vətəndaşı olaraq böyüdürük, şəxsiyyət formalaşdırıb. Həqiqətən valideynlər istəyir ki, təkcə ona bilik öyrətmək, həqiqətən onları şəxsiyyət kimi formalaşdıraq, dürüstlüyü aşılayaq, əməksevərliyi aşılayaq. Bunlar da müəllimlər, uğurlu müəllim dediyim kimi, öz dərsində necə yer alacağını, necə hansı cümləni hansı cümləyə qoşub, necə bağlayıb ötürəcəyini artıq bilir. Uğurlu müəllim bilir ki, mənim sabahki mövzum budur. Burada hansı əməksevərliyi cümləsinə toxuna bilərəm, hansı dürüstlüyü aşılaya bilərəm uşaqlara. Uşaqlara bu dərsi izah edərkən şəxsiyyətini necə formalaşdıra bilərəm. Sonra Sevinç xanım yazıb ki, hər şey bir insanın qarşısındakı insana düzgün yanaşmasından başlayır. Bəli, hər kəs bütün məlumatı müəllimsiz də öyrənə bilər. Önəmli olan müəllim kimi düzgün yanaşma tərzi, fikrinin düzgün şəkildə çatdırmaq, eyni zamanda şagirdlərin özünü sevdirmək, dərsi sevdirməyi bacarmalıdır. Sevinç xanım, bu yanaşma əslində çox gözəl yanaşma. İnsan bəzən özü də özünün müəllimidir.
baxış bucağını dəyişdirməlidir bir baxımdan da. Siz deyirsiniz, yanaşmaya bir tərəfdən yanaşmalıdır. İnsanlara düzgün yanaşmasından başlayır. Bir tərəfdən də baxış bucağını dəyişdirməlidir. Məsələn, mən bunu bir dənə nümunə məqalələrimdə bəlkə aranızda oxuyan olar, bir cəhətdən toxunmuşdum ki, insanın hər şey baxış bucağıdır. İnsan var ki, ödənişsiz dərslərə baxır, deyir ki, bu ödənişsizsə mən burada nə öyrənəcəm? Amma insan da var ki, qoy mən qoşulum burada, bəlkə mənim bilmədiyim hər hansı bir praktik cəhətdən bildiğim bir nümunəm olar, bir elmi yanaşmam olar. Nəsə də mənə bir qatkısı olar, toxunar mənə. Və yaxud da ki, mən buradan öyrənənəm bədən dili və yaxud jestlər, hər hansı bir danışıq, hər hansı bir fikir. Ola bilər ki, burada inkişaf etmiş şəxslər olar ki, mən danışıram, hər hansı bir söz deyirəm, sizin ağzınızda bir ideya yarana bilər. Baxış bucağınız dəyişə bilər. Və yaxud da deyə bilərsiniz ki, mən də bunu dərsimdə tətbiq edə bilərəm. Hər hansı bir şey oturmuş ola bilərik. Biz zaten education platformunda bu müəllimlər üçündürmü, auditoriya üçündürmü? O ödənişsiz təlimləri keçirməkdə məqsədimiz sizə bir tərəfdən yanaşmaqdır. Baxış bucağınızı dəyişdirməkdir və yaxud sizə inkişaf elətdirməkdir, sizə inkişafa cəlb etməkdir, yeni bacarıqlarınızı kəşf etməkdir, öz potensialınızı üzə çıxartmaqdır. Olmayıb kimi bizim o qədər tanıdığımız təlimçiləri olub ki, müəllimlər də çox gözəl danışır, çox gözəl müəllim sevgisini qazanmış valideynləri, şagirdləri var. Amma təlimçi qismində iştirak etməyib. Bu bacarıqlarını inkişaf elətdirməyib bəzilərini. Sizin sayənizdə və yaxud da ki, öz inkişaf yönümlü sahəsində bunları yanaşma, baxış bucağını dəyişdirib, qoy mən inkişaf edeyim. Nə olsun mənim valideyn sevgim var, müəllim sevgisini qazanmış valideynlərim var, şagirdlərim var. Deyib ki, qoy biraz da inkişaf elətdirim, bəlkə daha çoxalar və ya bəlkə hər hansı bir boşluq buraxmışam, o hissəni doldurum. Düz deyilmi? O həqiqətən olub ki, inkişaf etdirib, o boşluğu doldurub. Həqiqətən mən professionalam, mükəmmələm deməyib də, o boşluğu görməyib özdə. Amma sonradan o inkişaf etdiyi sayəsində baxış bucağını dəyişdirmək sayəsində artıq bu boşluğu doldurmuş olub. İndi davam eləyək. Texnologiya savadlılığı müasir texnologiya təhsildə mühüm rol oynayır. Pedaqoqlar kompüterdən, interaktiv lövhələrdən, tədris proqramlarından və öyrənmələrdən şagirdlər üçün interaktiv şəkildə, cəlbedici şəkildə istifadə edərək tanış olmalı, həm də tətbiq etməlidirlər. Elektron resurslardan, tətbiqlərdən, onlayn alətlərdən səmərəli istifadə etmək bacarığına sahib olmalıdır, təcrübə toplamalıdır və özünü zənginləşdirməlidir. Bu sərt bacarıqlara aiddir. Yumşaq bacarıqlar, bunlar insanların bir-birləri ilə səmərəli, qarşılıqlı əlaqədə olması üçün öz vəzifəsini yerinə yetirən şəxsi keyfiyyətlərdir. Ünsiyyət bacarıqları və emosional intellekt. Uşaqlar və valideynlərlə işləmək üçün əsas bacarıqlardan biri, bu yumşaq bacarıqlardan biri ünsiyyət bacarıqları və emosional intellektdir. Müəllim yaxşı dinləyici olmalı, materialı əlçatan dildə izah etməyi bacarmalı, emosional cəhətdən sabit və anlayışlı olmalıdır. Müəllim ola bilər ki, çox gözəl, rəngarəng, cəlb edici bir slayd ola bilər, materialı ola bilər, qəşəng müzakirə edə bilər, amma o mövzunu inkişaf etmədiyi Bir sual verə bilərəm mənim. Siz sualınızı istəyirsiniz, çata qeyd edin. Ya da sizə səsli şəkildə demək istəyirsə, səsli şəkildə deyərsiniz. İndi mən davam edeyim bacarıqlar səsində. Dediyim kimi müəllim ola bilər ki, slaydı çox geniş ola bilər, ətraflı ola bilər. Amma müəllim mövzunu əlçətin izah eləmir. Uşaqlar sadəcə o, belə deyək də, slayda baxa qala bilərlər, anlamazlar, başa düşməzlər. Müəllimin ünsiyyəti də inkişaf eləməlidir ki, emosional intellekti də inkişaf eləməlidir ki, uşaqlara onu düzgün, aydın, əlçatan şəkildə izah edə bilsin. Şagirdləri həmçinin deyirəm, dərsdə məsələn 30 nəfərdə giririk, fərdi yanaşma edirik, yayına bilərlər, məsələn yayınırlar, biz onlara yanaşırıq ki, yayınmasınlar, dərsə cəlb olunsunlar. Dərsə cəlb etməyin də bizim üçün, mən sabah bu dərsi keçəcəmsə, özüm üçün uşaqların belə deyək də, ehtimal eləməliyəm ki, tutaq ki, sabah bu uşaq belə olacaq. Mən bunu necə yanaşıb dərsimə cəlb edəcəm? Bunları düşünmək lazım.
Bu artıq həqiqətən inkişaf etmiş uğurlu bir müəllimdir ki, bunu düşünür. İnkişaf etdirməlidir, dediyim kimi dəstəkləyici öyrənmə mühiti yaratmalıdır. Empatiyadır, hörmətdir, effektiv ünsiyyətə təşviq etməlidir. Liderlik bacarıqları və tələbləri həvəsləndirmək. Bacarığı pedaqoq üçün çox vacibdir liderlik bacarığı. Müəllimin şagirdləri ruhlandırması çox vacibdir. Onların sənə maraq göstərməsi üçün kömək etməsi, dəstək olması, istedadlarını inkişaf etdirməsi, potensiallarını üzə çıxartması çox vacibdir. Çeviklik, dözümlülük və dəyişikliklərə uyğunlaşmaq. Müasir təhsil mühitində işləmək üçün əsas bacarıqlardan, yumşaq bacarıqlardan biri də budur. Müəllim kurikulumda daimi dəyişikliklərə hazır olmalıdır və hər bir şagirdin fərdi yanaşmasında. Tənqidi təfəkkür var, məlumatı təhlil etməlidir. Yəni, tutaq ki, hər hansı bir hadisə baş verib, dedim ki, müəllim təhlil etdi ki, bunların arasında bir münaqişə var. Bu münaqişəni çözmək üçün getdi ədəbiyyat və yaxud həyat bilgisi müəlliməsinə müraciət elədi. O gəldi, bir hekayə danışdı. Uşaqlar düşündü ki, keçmişdə, gələcəkdə məndə də belə ola bilər. Keçmişdə bu səhvi mən eləməyim. Hekayədən belə deyək, örnək ala bilər və yaxud beyinlərdən saxla bilər ki, gələcəkdə mən də belə ola bilərəm. Qoy bu səhvi eləməyim və s. Ona görə məlumatı təhlil etmək bacarığı olmalıdır. Müxtəlif mövqeyi nəzərləri qiymətləndirməlidir, məntiqi təfəkkürü tətbiq etmək bacarığı olmalıdır, müəllimlərə dərs və tapşırıqları hazırlamağa kömək etmək üçün süni intellektlərdən istifadə edə bilərlər, tələbləri təhlil edib əsas qərarları qəbul etməli, öyrənməlidir. Özlərini inkişaf etdirmə və öyrənmə bacarığı. Dediyim kimi, yumşaq bacarıqlara aiddir. Daim özünü inkişaf etdirməlidir müəllim, yeni texnologiyalardan istifadə etmək, öyrənmək istəyi olmaq, peşəkar təlimlərdə, konfranslarda iştirak etməlidir. Təhsilin ən çox trendlərində, belə deyək, tendensiyalarından xəbərdar olmalıdır, bacarıqlarını inkişaf etdirməlidir və bacarıqlarını inkişaf etdirmək üçün özünə həqiqətən inkişaf etmək, öyrənmək istəyi olmalıdır ki, bu da onlara kömək olur. Bir dərsi necə planlaşdırmaq olar? Dərsin strukturu və mərhələlərindən də danışaq, sonra suallara keçərik. Dərsin planlaşdırılması gənc bir mütəxəssisin qarşısında duran çətin bir işdir. Mütəxəssis dediyimdə, yəni müəllimi nəzərdə tuturam. Sadəcə burada gənc bir nümunə göstərildi. Təhsil kursunun yaradılmasına əsas qoyan bir müəllimin əməyinin əsasını təşkil edir ki, dərsləri daha yaxşı və səriştəli planladığı zaman uşaqlara da gedir rahat şəraitdə, daha anlaşılan, daha əl çatan, belə deyək, daha asan şəkildə izah edir. Öz peşəsini layiqincə, belə deyək, günü, belə deyək, gündə həmin müəllimlik peşəsini layiqincə bitirmiş olur, layiqincə yerinə yetirmiş olur, inkişaf etmiş olur və əlavə motivasiya yaradır, həm şagirddə, həm valideyndə. Sonra dərsin başlanğıcında şagirdlər dərsdə nə baş verəcəyini düşünməlidir. Dediyimə, məsələn, münaqişə ilə qarşılaşa bilərlər, mübahisə ilə qarşılaşa bilərlər, səs-küy ilə qarşılaşa bilərlər və yaxud bir uşağı necə reaksiya verəcəyində, məsələn, biri dərsə qulaq asmamış ola bilər, tənbəllik elə bilər, biri başını qoyub partiyaya yatmaq istəyə bilər. Müxtəlif cürdə bütün bu yanaşmalarla bu dərsdə mən necə yanaşacam, sabah bu dərsdə necə yanaşacam şagirdlər kimi suallara cavab verməli, belə deyim. Müəllim və tələbələri birlikdə öz məqsədlərini formalaşdırmalıdırlar. Tutaq ki, mən bugün bu dərsi keçdim, sabah bu dərsdə necə yanaşacam ki, bu şagirdlərə bunu izah etmiş olum. Məsələn, mən indi danışıram sizə, gəlirəm, düşürəm emosional zəkaya, baxıram ki, mən bayaq uğurlu müəllimdən danışanda bu emosional zəkanın içərisindəki situasiyanı sizə nümunə olaraq vurgulamışdım. Nə idi bu? Artıq düşünülmüş, əvvəlcədən nümunə gətirilmiş ya da ki, artıq bir beyninin məhsulu, ideya, inkişaf etmiş bir şeydir. Bu dərsin başlanğıcında da həqiqətən tətbiq olunur. Mən nə etdiyimi və niyə etdiyimi bilməliyəm. Bunu uşağa niyə sual verdim və yaxud da ki, mən bu uşağa niyə belə yanaşdım kimi suallara cavab verməliyik özümüzə. Məqsədin, məqsədlərin və dərs planının insana sadə şəkildə bilməyə biləcəyi dildə tərtib olmalıdır ki, sinifdə hər kəsə başa düşülsün. Sinifdəki zaten hər kəs bir şagirdə başa düşməsi vacibdir və onlara belə deyək də təsir etmiş olsun, yəni başa düşsün.
Amma mən bunu öz həyatımda məsələn necə tətbiq edə bilərəm? Amma mən bunu məsələn də bu tapşırığı necə həll edə bilərəm? Bayaq dedim o məsələn kitab açanda mən bu tapşırığı müəllim belə demişdi, bu cür tətbiq edib həll edə bilərəm kimi. Sonra motivasiya dediyim dərsin təşkilində təkcə əyani deyil, ümumiyyətlə uşaqlar üçün cəlb edici olmalıdır və cəlb etmək üçün də onlarda həvəs yaratmalısınız. Həvəs yaratmaq üçün də dərsdə fəal iştirakı təmin etməlisiniz. Müxtəlif variantlardan istifadə edə bilərsiniz. Bayaq dedim ki, məsələn, müzakirə apararkən siz fikirlərini gizlətməyə çalışan şəxsləri dindirmiş olursunuz. Deyirsiniz ki, hər kəs, məsələn, 10 dəqiqə vaxt ki, 10 dəqiqə düşünün, hər kəs çıxış edəcək. Çıxış etməməyə haqqınız yoxdur da. Hər kəs artıq beynində düşünür. Bəzilərinin fikri var idi, sadəcə məsələn də şagird baxırdılar ki, ətrafda uşaqlara yox, mən deməyim, heç kim demir, mən niyə deyirəm falan düşünürlər. Amma siz müzakirə yaratdınız, aha, uşaq deyir ki, hamı deyir, mən də deyəcəm. Artıq o uşağın həm məntiqi təfəkkürünü oldu, həm onun inkişafına, həm onun potensialını üzə çıxartmaq imkanı yaratdınız. Həm də qıraqda qalmasını, belə deyək, öz fikirlərini sərbəst şəkildə deməyini şərait yaratdınız da. Təkcə mövzunu araşdırmağı deyil, həm də onun belə deyək, yaratdığı daha dərin düşüncəni, fəlsəfəni düşünməyə təşviq etməkdir. Aktuallaşdırmağı dediyim birlik sistemidir. Dərsin sonunda da nəticə çıxarma və yekunlaşdırma. Tutaq ki, məsələn də siz deyirsiniz ki, bugün dərsi belə keçdim, necə keçdim, hansı məqamları yaxşı başa düşülüldü, hansı məqamlar biraz qaranlıq qaldısa, siz gələndə artıq o məqamları diqqət etməlisiniz, planlaşdırmalısınız, təkmilləşdirməlisiniz. Dərsin sonunda da gələcək işlər nəzərə edəcək, bir də ehtiyatını nəzərə almalısınız. Bu tələblərdə dərsin tam anlaşılmasını, məqamları aydınlaşdırmağı və onların prosesinə dəstək olmağa vacibdir. İndi çatdakı fikirləri oxuyaq. Suallarınız varsa çata yazın. Fikirləriniz genişdir, ona görə mən üçün oxuyuram. Amma səsli şəkildə fikrini bildirməyi istəyən varsa buyursun və yaxud da ki, yazayım. Leyla xanım, fikriniz həqiqətən çox gözəldir. Bəli, süni intellekt bizə belə deyək də şablon cavablar verir həqiqətən. Bizə emosiya cəhətdən belə deyək də, mən dedim bayağı, siz psixoloji cəhətdən yanaşın, onu izah edin. Həqiqətən o cür idi. Müəllimin yanaşması bir ayrıdır, süni intellektin yanaşması bir ayrıdır. Ona görə mən burada qoymuşdum slaytda süni intellekt və texnologiya. O mövzuya çox gördüyünüz kimi geniş girmədim. Çünki mən müəllimə vaxtının idarə olunması üçün süni intellektdən istifadə etməsini tövsiyə edə bilərəm. Amma sırf gedin siz bütün işlərinizi süni intellektlə görün, şablon nəticələri yığın, şablon dərslər keçin. Bu artıq düzgün olmaz. Müəllim süni intellektdən istifadə edə bilər, amma mən dediyim bütün məqamlara toxunmaqla uşağa elə bir cümlə deyər ki, onun yadında qalar, kitabı açanda yadına düşər, psixoloji cəhətdən təsir etmiş olar. Bu şəkildə. Sonra Sevinç xanımın fikrini oxuyum, fikrimi bildirəcəm. Bəli, Sevinç xanım, çox gözəl vurğulamısınız. Buna da zaten toxundum, daha da genişləndirib vaxtınızı almaq istəmirəm. Və hər hansı bir sualınız varsa, buyurun qeyd edin, cavablandırın. Sözünüz, təşəkkürünüz, buyurun. Artıq səhnəni sizə buraxıram. Nə fikriniz varsa deyin. İnşallah təlimə qoşula bilməyənlər üçün təlimin qaydı oldu, atacam və yaxud da ki, siz qeyd götürə bilməmisiniz, ötürmüsünüz, hər hansısa bir şəraitdə, uyğun şəraitdə deyildirsə, təkrar baxa bilərsiniz, izləyə bilərsiniz. İndi bura nömrəmi də yazacağam. Sözünüz, sualınız, müraciətiniz, nə olarsa inkişafınız üçün materialların hamısını qrupa göndərəcəm, kaydı göndərəcəm. Premium sertifikat üçün də istəsəz müraciət edə bilərsiniz. Nömrəmi buraya yazıram. Artıq bildiyiniz kimi bizim maratonlarımız da var, kurslarımız da var. Zaten bunlar var idi, daha genişləndirilmiş şəkildədir. Premium sertifikatlarda artıq sizə şəkil PDF formatında deyil, birbaşa sayt saytda girib ad, soyad, atar
yazırsınız və birbaşa sertifikatınızı yüklüyorsunuz. Daimi şəkildə sizdə qalır. İnşallah marafonlarımızı və s. Marafonlarımız əslində bu şəkildədir. Kurslarımızdan da istədiyiniz zaman yazıb məlumat ala bilərsiniz. Çox sağ olun. Mən təşəkkür edirəm dinlədiyiniz üçün, dəyərli vaxtınızı siz də ayırdığınız üçün, qoşulduğunuz üçün. Əgər sizə bu gün hər hansı bir ideyamı ötürə bildimmi, hər hansı bir fikir formalaşdıra bildimmi, hər hansı bir sözümlə toxuna bildimsə, nə xoş mənə. Çox təşəkkür edirəm hər birinizə. Əgər suallarınız da yoxsa, sizi də çox yormadan yekunlaşdırmaq istəyirəm. Və nə sualınız olarsa bura yaza bilərsiniz. Bütün sosial media hesablarımızdır və s. hamısını sizinlə bölüşəcəm və davamlı istəyirəm ki, qoşulasınız, təlimlərimizdə iştirak eləyəsiniz və davamlı inkişaf eləyəsiniz. Hər birinizin bu uğurlu müəllim olmasını arzulayıram. Müəllim belə deyilsinizsə, öz həyatında uğurlu bir müəllim olmasını arzulayıram. Buyurun, xoşdur. Daima dəstək olmağa sizə hazıram. Ümidvaram ki, razı qalmısınız. Sağ olun, mən sizə təşəkkür edirəm. Həccə xanım, danışığınız, səs tonunuz və danışdığınız mövzu çox aktual idi. Amma yəni yanlış anlamazsanız bir tövsiyə vermək istəyərdim. Slaytlarınızdakı yazı həddən artıq çoxdur. Məsələn, orada biraz sıxılma falan olur da insanda. Slaytlarınızdakı yazını azaltsanız, daha çox açar sözlərə yön verib, məsələn, orada ilk üdə emosional zəkada 2-3 slayt formasında dəyişərəkdən fikri daha çox cəmləyə bilərdiniz. Mən bəzi hissələri ötürdüm. İndi slaydı sizinlə zaten paylaşacağım. Slayda bəzi hissələrdə sırf başlıqlar yazılmışdı. Bəzi hissələrdə isə geniş yazılmışdı. Mən bunu nə üçün düzəltmişəm? Təbii ki, təkliflərə, fikirlərə, iradlarınızın hər birinə açıram. Bildirdiyiniz üçün təşəkkür edirəm və buna uyğun olaraq fikrimi bildirirəm ki, o hissələrdə var idi. Sadəcə o hissələri mən ötürdüm. Çünki istədim həm yazılar olsun. Bəziləri məsələn indi kəlimə qoşula bilmədilər. Onu nəzərə alaraq da belə deyə də düzəltmişəm. Həm açar sözlər hissəsi var. Açar sözləri istədim danışanda qoyum. Sadəcə onları tez-tez ötürdüm. O hissələrə qısa-qısa danışdıq. Kəlimi zaten uzun çəkdi deyə. Amma onlara da toxunmuşdum. Geniş hissələrdə qoymuşam ki, təlimizə qoşula bilməyən şəxslərdə və yaxud da ki, hər hansı bir qeydini danışdığım hissənin qeydini itirərkən oradan baxıb yenidən qeyd edə bilsin. Təbii ki, təkliflərinizə, fikirlərinizi, iradlarınızı açıram. Əgər sözünüz varsa, buyurun. Sizin də fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm izahınız və anlayışınız üçün. Buyurun, xoşdur. Təlim bitdisə çıxa bilərik artıq. Bəli, bəli, sağ olun. Gecəniz xeyrə qalsın. Buyurun, siz sağ olun. Sağ olun müəllim.